Məsələn, ata-anasının qədrini bilmirdi. Anası buna əziyyət çəkib, yemək bişiribdi, o heç bunu görmür. Təşəkkür belə eləmir. Nədir bu bişirdiyin sən? Atası əziyyət çəkib ona bir telefon alıbdı. O isə heç buna sevinmir, deyir ki, son model iPhone deyil. Sevinmir, dəyərləndirmir ki, bunun atası üçün o ağır bir yükdür. Bunu sənə elə böyük zəhməti ilə alıbdı. Uşaqdır, amma artıq ədalətsizlik edir. 1, 2, 3 toplanır. Bunlar toplanır, ağırlaşdırır onun həyatını. Zalımlıq səbəbindən, qəlbimiz zalımlığa alışması səbəbindən sonra elə bir ki, adamın həqiqəti görmək, həqiqətin dalınca düşmək adlı bir avantajını Allah əngəlləyir. Yəni Allah da ədalətdir. Yaxşılar həqiqətə doğru yönləndirirlər. Kim ki qəlbini zalımlığa alışdırır, o da xoşbəxt olmaq istəyir. Amma başa düşmür ki, ədalətsizlik edir bu dəqiqə. Atasına, anasına qarşı ədalətsizlik edir. Sadəcə küçədə gedib qarşısına çıxan adama baxışında belə ədalətsizlik edir. Baxır da, bu deyir məndən eybəcər. Ürəyində buna sevinir. Ona baxa, burnu nə yekədir. Gülür ürəyində. Bu ürəyinin içində belə baş verən hadisələrində xırda-xırda zalımlıqlar eləyir. Sən kömək eləyərsən sonra bu adama, Allah da kömək eləmir. O isə Allaha çox da küsür ki, məni niyə gətirib çıxartdın bu yana? Sən nə etdiyinə bax. Sən qurursan öz həyatını. Ona görə də xoşbəxtlıq özü də səni seçməyə hazırdır. Yetər ki, sən böyük zalımlıqlara, ədalətsizliklərə getməyəsən.